Bakı Grampling Akademiyasının qonağı Braziliya jiu-jitsusu üzrə beynəlxalq səviyyəli məşqçi Erivaldo Junior olub. 5-ci dərəcə qara kəmər sahibi olan mütəxəssis uzun illərdir yüksək səviyyəli idmançılar hazırlayır. Müxtəlif ölkələrdə seminarlar keçirir və dünya səviyyəli döyüşçülərlə çalışır. Mütəxəssisin ölkəmizdə səfəri həm idmançılar, həm də məşqçilər üçün böyük təcrübə hesab olunur. Seminar çərçivəsində iştirakçılar beynəlxalq səviyyəli ustaddan birbaşa dərs almaq, müasir texniki və praktiki biliklər əldə etmə imkanı qazanıblar. Erivaldo Junior seminarın əsas məqsədləri və iştirakçılarla bölüşdüyü beynəlxalq təcrübə barədə fikirlərini Sivci Sportda bölüşüb. İlk dəfədir ki, Azərbaycandayım və buranı çox bəyəndim. Məni çox xoş qarşıladılar. İnsanlar hədsiz səmimidir və yeməklər çox dadlıdır. Ümid edirəm ki, yaxın gələcəkdə ailəmlə birlikdə yenidən buraya gələ bilərəm. Gördüyüm qədərilə Azərbaycanda jiu-jitsu yaxşı səviyyədədir. Ölkənizdə judo və güləş kimi idman növləri də yaxşı inkişaf edir. Mən də istərdim ki, jiu-jitsunun inkişafına öz töhfəmi verə bilim. Braziliya jiu-jitsusu üzrə qəfəyə kəmər sahibi, həmçinin həmkarları Anver Amrili, Ramil Məmmədov ilə birlikdə Bakı Grampling Akademiyasını təsis edən Çingiz Abdulov keçirilən seminarın yerli jiu-jitsunun inkişafı baxımından əhəmiyyətindən danışıb. Akademiyanın əsas məqsədi odur ki, tək çempionları yetişdirmək deyil. Hər bir insan bura gəlib məşq elə bilsin, yaşından, təcrübəsindən asılı olmayaraq gəlsin və məşq eləsin. Braziliya jiu-jitsu təkcə idman növü deyil, həm də sağlam həyat tərzidir. Burada adamlar həm fiziki, həm də psixoloji möhkəm olur və bu bizim gənclərə, bizim uşaqlara çox vacibdir. Məşqçi Ramil Məmmədov isə bu cür beynəlxalq seminarın idmançıların hazırlıq səviyyəsinə verdiyi töhfəni vurğulayıb. Azərbaycanda jiu-jitsu son zamanlar çox inkişaf eləyib və başqa zallar da var. Çox professional şəkildə fəaliyyət göstərirlər. Bizim zalımız da yenidir. Biz də istəyirik ki, artıq elə bir ki, bu sıralara qoşulaq və professional şəkildə fəaliyyət göstərək. Ona görə biz bu günləri məşhur Braziliya jiu-jitsu ustası Erivaldo Junior Gomeşi zalımıza, akademiyamıza dəvət etdik. Məqsəd də ondan ibarətdir ki, Azərbaycanda Braziliya jiu-jitsusu professional şəkildə inkişaf etsin. Qeyd edək ki, beynəlxalq seminarın əsas məqsədi jiu-jitsunun ölkədə inkişafına töhfə vermək və bu idman növünə marağı olan hər kəsi məşqlərə cəlb etmək, sağlam həyat tərzini təşviq edən daha bir sosial mühit yaratmaq, həmçinin yerli idmançıların hazırlıq səviyyəsini daha da yüksəltməkdir.